Salam, hər vaxtınız xeyir olsun. Bugün səhər yeməyi üçün isti pendirli, çox dadlı xaçapuri resepti bölüşürəm. Xəmiri hazırlayacağım qaba 1 stəkan süd, 1 stəkan su, 1 xörək qaşığı maya əlavə edib qarışdırıb bunları həll edirəm. Üzərinə 6 xörək qaşığı bitki yağı, yarım çay qaşığı duz əlavə edirəm. 5 stəkan da un əlavə edib yumşaq xəmir hazırlayıram. Xəmiri də hazır edib üzərini örtüb 20 dəqiqə dinləndirirəm. Xəmiri 20 dəqiqə dinləndirdikdən sonra masanın üzərini unlayıb 5 ədəd kündəyə ayırıram. Kündələri də unladığım taxtaya düzüb üzərini örtüb 20 dəqiqə kündələri dinləndirirəm. İçlik hazırlayıram. İçlik üçün 200 qram kəsmik, 200 qram ağ pendir, 200 qramsa Holland pendiri, 2 xörək qaşığı xama əlavə edib bunları qarışdırıram. İçlik də hazırdır. Çox gözəl, yumşaq içlik alınır. Kündələri də 20 dəqiqə dinləndirdikdən sonra biraz əlimlə genişlədirəm. İçlikdən əlavə edib kənarını birləşdirirəm. Yağlı kağız sərdiyim sabah listinə düzürəm. Bıçaqla üzərindən 2 hissəyə ayırıram. Kəsdiyim hissədən biraz kənarını aralayıram. Önceden ısıtdığım 200 dərəcəlik sobada 20-25 dəqiqə bişirirəm. Bişdi artıq. Üzərinə yumurta sarısı və kərə yağı əlavə edib yenidən 2 dəqiqə bişirirəm. Hazır şəklinə də baxa bilərsiniz. Ətri hər yanı bürüyən çox ləzzətli səhər yeməyi üçün isti siz də hazırlayın. Çox ləzzətli dadı var. Səhər yeməyi üçün əla bir reseptdir.